Və həmçinin Şeyx Həfizəhullah imanı artıran səbəblərdən başqa birisinə toxunaraq buyurur ki, Ma'rifatul əsma illahil husna və sifatihil ulə. Allahın gözəl ad və sifətləri barəsində insanın biliyə, elmə yiyələnməsidir, bilikli olmasıdır. Çünki insan Allahı nə qədər gözəl tanıyarsa, Rəbbinin hansı adlarının olduğunu bilərsə və hansı sifətlərin olduğunu bilərsə, o zaman o insan layiqincə Allahdan qorxar və layiqincə Allaha ibadət edən, Allahın haqqını əda edənlərdən olar. Yəni, bütün insanda naqis, yəni müsəlmanlarda və bizdə naqisliklərin baş verməsi, hamısı Rəbbimizin ad və sifətləri barəsində cahil olmağımızdan xəbər verir. Çünki həqiqətən Rəbbimizi layiqincə tanısaq, o zaman onu gözəl şəkildə ibadət edər, onu gözəl şəkildə Allahı tərif edər və gözəl şəkildə Allahın haqqını əda etməyə çalışarıq. Və buyurur ki, Şeyx ən birinci ayəni zikr edir. فَإِنَّ اللّٰهِ سُبْحَانَهُ وَتَعَالَى يَقُولُ Allah Subhanahu və Teala belə buyurur. قُلْ اُدُوا اللّٰهَ اَوْ اُدْعُوا الرَّحْمَانَ اَيَّامًا تَدْعُوهُ فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَى. Fərq etməz. İstər Allahı, istər Rahmanı çağır. Hansı ilə çağırsan, Allahın o gözəl adlar Allahadır. Yəni gözəl adlar Allaha məxsusdur. Və burada qul sözü, yəni Peyğəmbər sallallahu xitabdır. Və təfsir alimləri buyurur ki, qul eyyuhər rasul. Limən ənkara aleykə lidu'a bi qavlikə ya Allah, ya Rahman və ya Rahman, ya Rahim. İsməni ləhu subhanahu. Peyğəmbər sallallahu aleyhi və səlləmin ey Allah, ey Rahman, ey Rahim deyərək dua etməsin, müşriklər inkar etdilər. Dedilər ki, yəni necə Allah'a ibadət edilir, yəni bu bir neçə adına çağırır Allahı. Və Allah Subhanahu deyir ki, o müşriklərə deyilən ki, istər Allahı çağırsınız, istər Rəhmanı çağırsan, fərq etməz. Gözəl adlar Allaha məxsusdur. Hansı ilə başlasan, başla. Ya Allahın adı ilə Allahümmə, ya Rahman, hansını istəyirsən Allahı çağır. Çünki gözəl adlar hamısı Allaha məxsusdur. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى. Daha doğrusu Allah Subhanahu başqa bir ayədə buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوا بِهَا. Allahın gözəl adları var, onlarla Allaha çağırın. O adlarla Allaha təvəssül edin. Və təvəssülün icazəli formalarından biri də Allahın adları ilə Allahı çağırmaqdır. Yəni Allahdan bir şey istədikdə həmin ada uyğun Allaha yalvararaq Allahdan istəməlidir. Yəni insanın Allahın rəhmətinə ehtiyacı varsa, yəni hamımız hər bir anımızla Allahın rəhmətinə möhtacıq. İnsan ya Rahman irhamni, ey rəhim olan Allahım məni rəhm et. Və insanın ruzi babından, rızq babına ehtiyacı varsa, ya Razzaq, rızqla Allah Subhanahu Razzaq adını zikr edərək, dilinə gətirərək, dua edərək Allaha həmin adına təvəssül edərək Allahdan dua istəməlidir. Ya Razzaq, ey Allahım, ey Razzaq olan, bütün kainatı ruziləndirən Allahım, məni ruziləndir. Yəni, insan beləcə Allahın ad və sifətləri ilə Allaha dua etməli, Allahdan duasında təvəssül, Allahın ad və sifətlərini təvəssül səbəb tutmalıdır. Necə ki, Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, İnnə lillahi tis'ətən və tis'inə ismən mi'ətən illə vahidən mən əhsahə daxiləl cənnə. Allah Subhanahu 99, 100-dən bir kəmadı var. Mən əhsahə daxilə, kim onları sayarsa cənnətə daxil olur. Yəni, alimlər də sayarsa deməsi, yəni onlarla Allaha ibadət edərsə, onlarla Allaha çağırarsa və həmin adların mənalarını bilərsə və həmin adlarla Allaha yalvararsa və qeyri təfsirlər vermişdilər bu Peyğəmbər s.ə.v bu hədisi ətrafında. Və Şeyx buyurur ki, فَمَعْرِفَةُ الْأَسْمَاءُ اللّٰهِ تَعَالَى الْحُسْنَى وَمَعْرِفَةُ مَعَانِهَا ثُمَّ عَمَلَ بِهَا تَقْتَضِيهِ مِنْ أَعْظَمِ أَسْبَابِ زِيَادَةِ الْإِيمَانِ. Deyir ki, Şeyx, Allahın adlarının bilməsi, Allahın gözəl adlarının bilməsi və onların mənalarını bilməsi insanın imanını artma səbəblərindən
ən böyüklərindən biridir. İnsan bu adlar barədə nə qədər elmə yiyənələrsə, nə qədər elmli olarsa, bir o qədər insan özünü nəzarət etmiş olar. Yəni Allah bilər ki, yəni hər bir şeydən Allah alimdir. Allah hər bir şeyi bilir. Qəlblərdən keçəni də dillə, pıçıltı ilə danışan hər bir şeyi Allah Subhanahu bilir. Və Allah Subhanahu bilirsə ki, Allah Subhanahu el-basirdir. Allah Subhanahu hər bir şeyi görür. Görür sənin nə etdiyini, bilir sənin hara getdiyini, necə etdiyini. Və insan Allah bilər ki, Allah Subhanahu əs-səmi'dir, Allah Subhanahu eşidəndir, hər bir şeyi eşidir. Beləcə, yəni hər bir danışdığına fikir verər. Danışdığında yalnız Allahın razı qaldığı şeyləri danışar. Qeybətdən, böhtandan, söz gəzdirmədən uzaq olar. Ancaq xeyri danışar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, "Mən kana yu'minu billahi vel yevmil axir, felyaqul xeyran aw liyasmut." Sizlərdən kim Allaha və axirət gününə iman gətirirsə, ya xeyir söyləsin, ya da sussun. Yəni bu hədis, əlbəttə bu hədisdə Peyğəmbər sallallahu xitabı bizlərədir. Müsəlmanlaradır, möminlərədir. Lakin Peyğəmbər sallallahu görün burada necə yəni doğru söz danışmağın və ya xeyir danışmağı və yaxud da xeyir danışmadığı halda susmağı necə önəmli bir məsələ olduğunu bizlərə çatdırır. Yəni kimi Allaha layiqincə iman gətirirsə, hədisin mənası belədir. Yəni layiqincə iman gətirirsə, etiqad edir ki, yəni Allahın huzuruna getəcək və Allah Subhanahu ondan hər bir danışdığı barəsində soruşacaq və etiqad edir ki, qiyamət günü var, hər bir danışdığının xeyir və ya şər cavabını verəcək. Və bu zaman insan çalışdırır ki, ancaq xeyir danışsın. Peyğəmbər sallallahu deyir, sizlərdən kim, baxmayaraq ki, hər bir mömin və müsəlman Allaha və axirət günə iman gətirir. Lakin insanın axirətə və Allaha iman gətirməyin zəifliyindəndir ki, insan ağzına gələn hər şeyi danışır. Eşitdiyi hər şeyi danışır. Bildiyi hər şeyi danışır. Ona görə mömin bu məsələlərdə anlayışlı olmalıdır. Götür-qoy etməlidir ki, nə faydalıdır onun üçün onu danışsın. Dünyası üçün faydalıdırsa danışsın, axirəti üçün faydalıdırsa danışsın. Lakin hər ağzına gələn danışdıqda isə mömin bilməlidir ki, həqiqətən bu onun imanın zəifliyindəndir. İmanın zəifliyindədir ki, bu yəni Allaha huzuruna gedəcək günü və qiyamət günü fikirləşmədən nə istəyir danışır, nə fikirləşir danışır. Ona görə həqiqətən insan Allahın ad və sifətlərini bilməsi insanın yəni Allahı tanımasına səbəb olur və Allahı da insan layiqincə tanıdıqca insan boşboğazlıqdan, dedikodudan, qeybətdən, böhtandan qaçır və öz əməllərini düzəldir. Ona görə görürsən, hətta səhih hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləmlə Cəbrail hədisində gəldikdə, halbuki o da həmin hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin axırında deyir ki, bu Cibril sizə gəlmişdir ki, yualliməkum dinakum, sizə dininizi öyrətməyə gəlmişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm ihsan barəsində soruşur, nə deyir? Ta'budallaha ka'annahu tara fa in lam takun tarahu fa innahu yara. Sən Allahı görmüş kimi ibadət etməyindir. Sən onu görməsən də o səni görür. Yəni bu iman, yəni İslamın belə ən böyük təbəqəsidir. Yəni İslam 3 mərtəbədən ibarətdir. İslam, iman və ihsan. İhsan ən böyük, ən yüksək mərtəbəsidir. O da Allahı görmüş kimi ibadət etməkdir. Yəni insan Allahın ad və sifətlərini layiqincə bildikcə, əməl etdikcə, yerinə yetirdikcə insan möhsünlərə yaxınlaşır. Möhsün olmağa yaxın hər addımında fikirləşir, hər sözünə fikirləşir, hər əməlinə fikirləşir. Ona görə bizlərə lazımdır ki, Allahın ad və sifətləri barəsində gözəl elmə yiyələnək. Həm də bu insanın Allahın ad və sifətlərini bilməsi insanı müminin tövhidinin kamilliyindən xəbər verir. Çünki biz bilirik ki, Əhl-i-Sünnə və Cəmaədə tövhidin 3 qismi vardır. Rububiyyət, uluhiyyət və ad və sifətlər, əsma və hüsnə. Ad və sifətlər tövhidi. Yəni insan kamil muvahhid olmaz, hətta bunların üçünü bir yerdə tam şəkildə özündə bərqərar etməyənə kimi. Yəni insanın muvahhidi, bir müminin muvahhidliyi ad rububiyyətində, uluhiyyətində, ad və sifətlərində muvahhid olmasıdır. Yəni insan nə qədər həmin biz də Allahı layiqincə ən çox tanıdığımız şeylər nədir? Allahın ad və sifətləridir. Yəni İbn Teymiyyə rahimehullah Allahın ad və sifətləri elmin
tövhiddən danışarkən buyurur ki, ad və sifətlər tövhidin qaymağıdır. Tövhiddə, yəni qaymaq yenə dəyərli bir qida olduğu kimi ad və sifətlər elmi də o qədər faydalı bir elmdir. Yəni insan bu barədə elmin artırması hər bir möminə vacibdir. Çünki Rəbbini layiqincə tanımalıdır. Hətta kamil muvahhid olsun deyə.